Peşəkar təcrübələrdən faydalanmaq, iş dünyasındakı yeniliklərdən ilk xəbərdar olmaq istəyirsiniz? 93 FM-də Biznesin Nəbzi sizin üçün vuracaq. Hər gün saat 1-də uğurlu sahibkarlarla maraqlı müzakirələr, iş dünyasının gizli sirləri, biznes trendləri, təsirli marketinq strategiyaları və yeni biznes xəbərləri. Akşın və Səmanın təqdimatında Biznesin Nəbzi ilə iş dünyasının nəbzini tutun. Baş sponsor imzalı markası. Sponsor Ramiles Travel. Başlanğıcım ondan ibarət oldu ki, mənim ailəm üzr istəyirəm. Buyurun. Mənim ailəm ailə savadlı bir ailədir və məni oxumağa məcbur edirlər ki, sən mütləq şəkildə oxumalısan. Amma mənim heç bir zaman oxumağa həvəsim olmayıb. Hər bir zaman yaradıcılığın həvəskarı olmuşam. Və ailəmin məcburiyyəti ilə qəbul oldum və 2-ci kursdan artıq mən təhsilimi yarım buraxaraq bərbərliyi başladım öyrənməyə. Çünki bərbərliyin özü çox yaradıcılıq bir işdir. Bizim işimizdə yəni bir qədər irəlilədim və dayandım deyə bir şey olmur. Bizim işimiz daim irəliləyir və daim yeniliklərlə doludur. Və mən 2017-ci ildə, üzr istəyirəm, 2016-cı ildə, hətta avqustun 8-i, ora qədər xatırlayıram ki, mən tələbə kimi başladım öyrənməyə. Və dekabrın 31-də mən tələbəlikdən qovuldum. Usta məni qovdu. Təhsilinizi yarımçıq saxladınız, artıq bu işi davam etdirdiniz. Və sonra da usta məni qovdu ki, öyrənə bilmirdim zəif olaraq. Və həm də işləmək istəyirdim artıq. Dedim ki, mən 5 aydır artıq dayanmışam və işləmək istəyirəm. Və zamanla başladım işləməyə. 2017-ci il yanvar ayının 1-dən mənim iş günüm başladı. Və zamanla özümü inkişaf etdirərək yavaş-yavaş artıq özüm zirvəyə doğru istiqamətləndim. Və təbii ki, mən hal-hazırda olduğum yeri sözün əsl mənasında zirvə saymıram. Çünki bir insan bir yerə zirvə hesab edərsə, o heç bir zaman irəli doğru gedə bilməz. Yəni İnkişaf edə bilməz. Təbii ki, inkişaf edə bilməz. Mütləq şəkildə ki, olduğun yeri əsla zirvə kimi görməməlisən. Və tək rəqibiniz özünüz olmalısınız gələcəkdə. Bəli, əsla kiminləsə özünüzü müqayisə etmək lazım deyil. Aydındır. Bəs ilk təcrübəniz necə olub tam olaraq, necə xatırlayırsınız? Yəni ilk qovulmağınızdan başqa xoş təcrübəniz olubmu? Belə deyim, xoş təcrübələrim işimdə çox olub. Belə, amma xoş təcrübə deyəndə ki, əsas təcrübə deyəndə məsələn nəyə nəzərdə tutursunuz? Yəni başınıza gələn, yadda qalan hadisə ilklərdə ki, o yadınızdan çıxmır. Məncə təcrübə deməkdir, maraqlı məqamlar məsələn. Məqamlar. İstər müştərilərin olsun, istər ümumi Əslində öz bu işinizdə. pis hadisə, yaxşı hadisə özü də bir təcrübədir əslində. Təbii ki. Nəticə çıxarılan bir hadisə varsa o təcrübədir. Bəli, təbii Çünki ki. ondan nəsə qazanmısınız. Mən başıma gələn ən bərbad hadisəni danışacağam ki, tələbə vaxtı bir şəxsin üzünü təlaş edərkən üzünü kəsik-kəsik etmişdim bir neçə nahiyədə. Əslində bu maraqlı Sizin fakt. üçün problem olmadı sonra? Baha başa gəlmədi. Yox, olmadı, amma çox ağır bir vəziyyət idi həqiqətən də. O mənim heç bir zaman ağlımdan çıxmır. Siz məncə peşəni, sənəti o qardaşın üzərində öyrənmisiniz. Bəli. O nədən irəli gəldi ki, yəni tam olaraq peşəni yaxşı bilməməyinizdən yoxsa həyecanlı idi? Həm həyecanlı idim, həm ilk təcrübələrim idi deyə istəmsizcə əllərimdə əsmə falan olduğu. Hər işin başlanğıcında ümumiyyətlə fərqi yoxdur sahəsindən asılı olmayaraq çətinliklər olur və Bəli, üzləşdiyim problemlər olur. İndi İlqar bəy də belə bir problemlə üzləşib və belə problemləri yaşaya-yaşaya insan yetişirdi öz işində. Mən istərdim biraz gənclərimizlə bağlı danışaq. Bax, işləyirsiniz. Hər sahədə maraq olduğu kimi təbii ki, bu gün aktual sahələrdən biridir. Hansısa bir belə deyərdim də kişi salonlarına getdiyimiz zamanda görürük ki, orada ən çox gənclər iş aparır, prosesləri Bəli. gənclər tərəfindən həyata keçirilir və hətta orada öyrənmək istəyən, təcrübəyə gələn insanlar da daha çox gənclərin təşkil etdiyini görürük. Ümumiyyətlə maraq nə dərəcədədir? Ümumiyyətlə öyrənmək istəyən çoxdur, sadəcə olaraq zamanı öldürmək üçün, yəni zaman keçirmək üçün ora gələnlər də onlar. Bunu tam əminliklə bir cavab deyə bilmərəm, amma nəzərə almalıyıq ki, bizim cəmiyyətimizdə gənclərin əksəriyyəti hal-hazırda o qədər də işləməyə meyilli deyil və əksəriyyəti sadəcə günlərini keçirmək üçün yerlər axtarırlar. Amma bərbərliyə gələnlərin də əksəriyyəti pula görə gəlirlər. Bizim işimiz elə bir işdir ki, Gəlirli sahədir. çox gəlirli sahədir, amma təbii ki, həmin şəxsin özündən çox şey asılıdır. Misal üçün ki, mən başladığımda ilk dövrlərdə 2 manata kəsirdim bir saçı. Bu gün artıq misal üçün belə desəm 40 manata işləyirəm mən. Gəl elə qiymətlərdən söhbət açılmışkən mənə doğrudan da qiymətlər maraqlıdır. Bax, müxtəlif məkanlara gedirik. Məkan var 5 manata da saç kəsir. Gedirsən digər bir məkana və yaxud da ki, digər şəxsə müraciət edirsən, o 15 manat təklif edir. Hətta 50 manata da saç kəsən şəxs və məkan var da, salon var. Bax, burada qiymətin bu şəkildə dəyişməsinə səbəb nədir? Reklamdan irəli gəlir, PR-dan, yoxsa insan öz əməyinə sadəcə olaraq o qiyməti təyin edir? Bunu deyə bilərdim ki, mən ümumiyyətlə reklama o qədər də üstünlük vermirəm. Bəlkə mənim səhifəmdə də görmüsünüz ki, mənim o qədər də çox belə çəkilişlərim yoxdur.
Mən təbii ki, özümə bu şeyi aid etməyəcəm, amma əsas məsələ nədir ki, qiymətin qalxması, yəni qiymətin yüksək olması ilk öncə bərbərin təcrübəsindən əsaslanır və onun əl işinin professionallığından əsaslanır və ikinci amillərdən birisi odur ki, getdiyiniz salonun komfortundan çox şey asılıdır. Elə bir yerlər var ki, misal üçün, həmin zonanın cəmaatının aylıq gəlirləri, məsələn, qazancı Məkana görə dəyişir bəli, o da. məkana görə dəyişə bilər. Həmin insanın qazancı, məsələn, qazancı, tələbatı 5 manata qədər 10 manat, 15 manat arasında dəyişə bilər. Yəni bu yerdən asılı olan bir şeydir. Çox gözəl. Mən söhbətimizin əvvəlində əslində bu mövzuya toxunmaq istəyərdim. Çünki biz təqdimatda qeyd elədik ki, 2025-ci ildə Top 100 qlobal layihəsində Azərbaycan üzrə daha doğrusu ən güclü 100 bərbər sırasında seçilənlərdən biri siz olmusunuz. Mənə bax bu tədbirlə bağlı, ümumiyyətlə bax buradakı o uğurunuzdan da danışardınız. Çünki hazırda sizi dinləyən bəzi bu peşə sahibləri ola bilər ki, onlar üçün də belə deyək də bir insan hər zaman öz üzərində çalışmalıdır. Təbii ki, Öz üzərində çalışmayan insan öz işindən heç zaman zövq ala bilməz və yaxud da ki, öz sahəsində fikirləşir ki, sadəcə pulu fikirləşir də, başqa heç nə düşünmür. Amma bəli, qarşısına bir məqsəd qoymalıdır hər kəs öz sahəsində ki, mən filan hədəfə çatacağam. Bax siz bu layihədə iştirak eləmisiniz və bu layihədə necə oldu iştirak elədiniz və təəssüratlarınızı bizimlə bölüşərdiniz? Mən bu layihəyə qatılmazdan öncə 2024-cü il idi. Və mən sosial şəbəkələrdə belə deyim ki, biraz zaman keçirdim, boş biraz vaxtım var idi və orada Top 100 layihəsi barəsində məlumat gördüm. Dərhal yazdım. Heç bir zaman belə bir məlumatlar gördüyümdə, yəni keçmərəm. Hər bir zaman maraqlanıram ki, burada hər hansı bir mənim faydam ola bilər, mənim öz şəxsi karyeramla bağlı. Və yazdım, orada bir Kamran bəy vardı. Belə deyim ki, o mənə məlumat verdi ki, bu qlobal bir layihədir və ölkədə ən güclü 100 bərbər seçiləcək və təkcə burada bərbərlər yox, koloristlər, stilistlər, make-up ustaları, aşpazlar, sırf əl işi ilə məşğul olan, yəni sırf yaradıcılıqla məşğul olan insanlar bu sahədə üzrə, yəni seçimlər olacaq. Mən təbii ki, adımı yazdırdım bura və seçimlərdən sonra uzun müddət xəbər çıxmadı. Mən düşündüm ki, artıq da heç bir xəbər çıxmayacaq. Tamamilə unutmuşdum bu məsələni ki, üstündən aylar sonra mənə Kamran bəydən yenidən zəng gəldi ki, bəs İlqar bəy sizi təbrik edirik, siz Azərbaycanda Top 100 layihəsi üzrə qaliblərdən biri seçildiniz. Bu həqiqətən mən çox sevindim o anda, çünki İlqar bəy, bəli, buyurun fikrinizi tamamlayın. Çünki gözləmirdim o anda həqiqətən də. Və ondan sonra da artıq bizim rəsmi olaraq seçimlərimiz başlandı və ondan sonra da biz sertifikatımızı təqdim etdik. Artıq orada iştirak edirsiniz. Bəli. Təşəkkür edirik. Əziz dinləyicilərimiz, qeyd edim ki, bu gün qonağımız bizim təbii ki, saç və stil, yəni dəb dünyasından danışırıq, dəb dünyasının incəliklərindən. Qonağımız isə məsələ bu sahənin peşəkarlarından olan İlqar Həsəndir. Söhbətimizə davam edəcək. Qısa bir fasiləmiz var. Daha sonra təbii ki, həm qonağımızla söhbətimiz olacaq, həm də günün mövzusunu yenə sizinlə müzakirə edəcəyik və sizin diqqətinizə çatdıracağıq. Biznesin nəbzi bizi dinləməklə mütəxəssislərdən öyrənəcək, səhvlərdən çəkinəcəksiniz. Biznesin nəbzi. Bəli, əziz dinləyicilərimiz, davam edirik. Saatlarımız 13:21-dir və Biznesin nəbzini dinləyirsiniz 93 FM-də. Qeyd edim ki, bu gün yenə maraqlı bir mövzu və peşə sahəsindən danışırıq. Sizin də mövzuyla bağlı suallarınız olarsa bizimlə bölüşə bilərsiniz. Bu gün biz saç və stil, yəni dəb dünyasının incəliklərindən danışırıq. Qonağımız isə işinin peşəkarlarından olan İlqar Həsən bizimlə bərabərdir. Suallarımızı cavablandırır. Mən istərdim ki, bu arada bizim dəstəkçilərimiz var. Proqramımızın baş sponsoru olan təbii ki, İmzalı markasıdır. Əziz dinləyicilərimiz, yüksək yapışma xüsusiyyətinə malik, asan tətbiq olunan və tikinti mütəxəssislərinin tövsiyəsi kalfer və keramika yapışdırıcılarını İmzalı sizə təklif edir. Sifariş üçün əlaqə nömrəsi 050 773 77 73 nömrəsidir ki, sifariş edə bilərsiniz. Daha ətraflı məlumat üçün www.imzalı.az saytına daxil olursunuz və burada İmzalı markasının 23-dən çox çeşidi var ki, həm siz təmir zamanı, həm də tikinti zamanı məsələ İmzalının inşaat materiallarından istifadə etməklə evinizin və yaxud da ki, ofisinizin inşasını daha keyfiyyətli edə bilərsiniz.
Bəli, əziz dinləyicilərimiz, bizim növbəti sponsorumuz Ramiles Travel şirkətidir. Belə ki, Ramiles Travel ilə səyahət indi daha sərfəli. Dünyanın istənilən ölkəsinə aviabiletlərin satışı, otel rezervasiyası, tur paketlər, transfer, sığorta və viza dəstəyi Ramiles Travel-da. Şirkət təhsil, səhiyyə və biznes turlarının təşkilini də sizlər üçün həyata keçirir. Yay tətilini Ramiles Travel ilə unudulmaz edin. Əlaqə nömrələri 051 584 28 03-dür. Nömrəni bir daha xatırladaq. 051 584 2803. Bəli, əziz dinləyicilərimiz, adımızdan müraciət edənlərə təbii ki, tur paketlərlə bağlı xüsusi endirimlər olacaq. Buradan Ramilə xanıma da xüsusi təşəkkürlər edirik. Digər dəstəkçimiz təbii ki, Akab biznesin inkişafı platformasıdır. Əziz sahibkarlar, iş adamları, biznes adamları, siz də böyümək istəyirsinizsə və ən əsası işinizi inkişaf etdirməklə yanaşı yeni dostluqlar qazanmaq istəyirsinizsə, Akab biznesin inkişafı platformasına üzv ola bilərsiniz. Qeyd edim ki, biznesin inkişafı platforması Akabda 300-dən çox artıq üzv var. Burada həm inşaat şirkətləri var və digər sahələri əhatə edən şirkətlər var ki, siz də burada B2B-lərdə iştirak etməklə öz məhsulunuzu, öz şirkətinizi daha geniş şəkildə təqdim edə bilərsiniz və burada yeni tanışlıqlar əldə edə bilərsiniz. Bəli, əziz dinləyicilərimiz, təşəkkür etdik dostlarımıza, amma günün sualı var. Mən istərdim ki, Səma, günün sualını dinləyicilərimizə bir daha xatırlatma edək, yeni qoşulan dinləyicilərimizə və sonra daha doğrusu söhbətimizi davam edəcək. Bəli, qaldığımız yerdən davam edəcək. Günün sualı: dünyada ən çox istifadə olunan və ən böyük iqtisadi təsirə sahib olan digital valyuta hansıdır? Doğru cavabı əziz dinləyicilərimiz 055 934 90 93 nömrəsinə yazıb göndərirsiniz və qalibimiz bizdən proqramın sonunda pul mükafatı İlk və qazanacaq. doğru cavabı qeyd edən qalib olacaq. Söhbətimizə davam edirik. Bəli, qaldığımız yerdən davam edirik. Bir daha sizi xoş gördük. Belə ki, siz ən güclü 100 bərbər arasından seçilən İlqar Həsənsiz. Yəni biznesin nəbzini tutmusunuz. Bəli. Dinləyicilərimizə də ona görə də ətraflı məlumat verə bilərsiniz. Mən istərdim ki, biz danışaq saça qulluq edici vasitələrdən, onların ziyanından, insanın orqanizminə faydalı və yaxud da zərərli müəyyən ziyanları varmı? Belə deyim, gündəlik olaraq saçlara baxım mütləq şəkildə lazımdır. Ümumiyyətlə saçlara baxım olmadıqda təbii ki, saçlar artıq başlayır zəifləməyə, tökülməyə, baş dərisində hər hansısa bir problemlər baş verə bilər. Bunun kimi belə deyə bilərəm ki, qabıq, kəpək və yaxud da ki, baş dərisində qıcıqlanmalar baş verə bilər. Neçə müddətdən bir olmalıdır bu baxımlar? Ümumiyyətlə normalda həftədə 3 dəfə saç yuyulmalıdır. Orta temperaturla qətiyyən nə isti nə də soyuq olmaz. Çünki isti temperaturla yuyulduğunda istəmirsə baş dərisindəki yağ vəzləri başlayır aktivləşməyə və bu artıq baş dərisindəki yağlanmanın sürətlənməsinə səbəb olur. Və biz həmin o yağlanmanı biz hər gün yuduğumuzda, yağlanma əslində əksəriyyət insanlar elə bilirlər ki, yəni yağlanma sadəcə problemli bir haldır. Bəzən o yuyucu məhsullardan fikirləşirlər ki, yəqin ki, seçdiyim məhsul keyfiyyətsizdir ya uğursuz seçim etmişəm. Bəzən məhsulda günah görürlər. Amma mən düşünürəm ki, düzgün baxım məsələsində bu problem yaşanır. Düzdürmü siz dediyiniz kimi? Düzgün baxım məsələsində belə problemlər yaşanmır əksinə. Saçın tam normal olması düzgün baxım olduğunda yəni formalaşır. Belə deyə bilərəm ki, insanlar saç yağlandığında başlayırlar saçı hər gün yumağa. Yağlanma isə saçın havada. Siz məsləhət görmürsünüz, yəni hər gün saç yumağı? Yağlı gəzmək. Yox, yağlı gəzmək lazım deyil, amma saçı elə alışdırmaq lazımdır ki, saçın normal həftədə 3 dəfə yuyulduğunda saç artıq bu baş dərisi bu prosedura adaptasiya olmağı bacarır. Çünki bədənimiz özü canlı bir funksiyadır və biz ona nə təsir etsək kənardan artıq ona uyğun olaraq başlayır. Bəli, nəyə öyrəşdirsək elə də gedir. Bir də səhv eləmirəmsə spreylər də var. Saç yağlanarkən onu vurursan ki, saç yağlanma görüntüsünü aradan qaldırır. O nə dərəcədə xeyir və ziyanı var? Mən tam səmimi deyəcəm ki, mən o barədə məlumat istifadə belə etməmişəm ondan. Aydındır. Bir də bu baxımlardan qeyd elədiniz. Baxımlar salonda olunmağı daha münasibdir, yoxsa evdə olunsa təbii ki, evdə. Çünki salonda olduğu zaman təbii ki, onun biz ora zaman sərf etdiyimiz üçün biz ondan əlavə gəlir də almalı oluruq, əlavə pul almalı oluruq. Amma mən məsələn hər bir zaman müştərilərimə məsləhət görürəm ki, şərt o demək deyil ki, yəni sən salonda yaxşı görsənsinsə və salon bununla bitdi. Yəni sən hər daim yaxşı görsənməlisən. Ona görə ona izah edirəm ki, nəyi necə etməlisən, necə formaya salmalısan. Bilirsiniz nəyə görə mən bu sualı ünvanladım? Mən Instagramda qarşıma çıxmışdı rəylərdə. Qeyd eləmişlər ki, mənim saçımı salonda yuyanda daha gec yağlanır, nəinki evdə yuyanda, o baxıma gedəndə. Bilirsiniz nəyə görə? Çünki evdə ev şəraitində insanlar ümumiyyətlə
şampo məhsullarına o qədər də böyük pul vermək istəmirlər. Amma biz özümüz Aydındır, məsələn bahalı keyfiyyətli məhsullar, bəli, təbii ki, məhsul keyfiyyətli var. məhsullardan istifadə Öz edirik. sözündür. Mağazada satılan heç bir saç şampunları falan keyfiyyətli ola bilməzlər. Çünki biz bunun üçün mütləq şəkildə Xüsusi sifarişlər Bəli, edirsiniz. xüsusi sifarişdəki şirkətlər var. Xarici ölkələrdən gətirilən orijinal məhsullar var ki, hər birinin sertifikatı üzərində və təbii ki, siz o məhsulu alarkən belə imzanızı çəkirsiniz məhsula, götürürsüz. Əgər ondan siz narazı qalsanız, qaytarırsınız yenidən özlərinə. Bəs insan orqanizminə mənfi nə kimi təsirlər ola bilər? Mənfi təsiri yoxdur. Mənfi təsir. Məncə yox. Aydın. Mən bir də saç keratinlərindən danışardıq. Bu məsələyə də toxunardıq. Ümumiyyətlə bu gün artıq bəylərimiz də bu keratindən istifadə edir. Tövsiyə edirsiniz ümumiyyətlə? Qətiyyən tövsiyə etmirəm. Çünki keratin tərkibində yandırıcı maddələr olduğu üçün üzr istəyirəm. Narahat Saçın köklərinə çox mənfi təsirlər göstərə bilər. Ümumiyyətlə, saçları keratin etməklə saçları biz ideal görkəm əldə edə bilmərik heç bir zaman. Çünki keratin saçın həcmini tamamilə aradan qaldırır və saç artıq başlayır dərisinə yapışmağa. Biz isə saçın öz olduğu teksturaya uyğun olaraq kəsim aparmalıyıq. Hər bir saçın özünün forması var. Kimsə deyər ki, mənim saçım ümumi olaraq qıvırcıqdır, mən bunu formaya sala bilmirəm. Elə bir şey yoxdur. Sadəcə bərbəri düzgün seçmək lazımdır. Çünki elə bir saç ola bilməz ki, o saçın forması olmasın. Hətta belə deyim ki, seyrəlmiş saçların belə özünün formaları var. Sadəcə düzgün şəkildə kəsim aparmaq lazımdır. Keratindən falan istifadə etməklə saçların tamamilə ideallığını dediyim kimi aradan qaldırırlar. Bəs deyirlər yaxşı məhsullarla olunan keratinin yaxşı tərəfləri də var. Yaxşı tərəfi ümumiyyətlə onun yaxşı tərəfi barəsində bir şey deyə bilmərəm, amma ki onun bir müsbət tərəfi Amma saç tökülmələri falan olur o keratindən sonra. Əlbəttə ki, olacaq. Baş Özündə tərəfində allergik reaksiyalar da baş verə bilər. Və ondan sonra saç tökülmələri nəyə görə olur? Çünki saçın köklərini yandırır bu. Bəli. Biz ümumiyyətlə saçımıza o qədər diqqət etməliyik ki, hətta kişilərdə tökülməyə meyllik daha çox olur. Çünki bizdə saçın üst nahiyəsində kənarların nisbətdə C3, B5 vitaminləri 5 dəfə daha az olur. Ona görə bizdə zamanla həmin nahiyələr başlayır tökülməyə. Bu kişilər əksər bu problemlərlə qarşılaşırlar. Bizim bir dinləyicimiz yazıb 0806 nömrəsindən həm viktorinamızda iştirak edib, həm də soruşur ki, bərbər işi ilə məşğul olan qadınlar varmı və necədir, müraciətlər olurmu heç İlqar bəyə? Xanımlar öyrənmək istəyir, heç müraciət edirlər. Açığını desəm, xanımlardan cəmisi bir dəfə mənə müraciət olub. Bəli, bərbər xanımlar var. Təbii ki, amma belə deyim ki, onlarla o qədər belə bir münasibətim yoxdur və çünki çox tanımıram həm də onları. Əsasən rayonlarda, sosial şəbəkələrdə Amma mən sosial şəbəkələrdə fikir vermişəm, artıq bir neçə xanımın bəylərlə əməkdaşlıq elədiyi, yəni artıq kişi belə deyərdim də, aşağı qiymətdən başlayırlar, çalışırlar. Bu Avropa ölkələrində çox yayğındır. Sadəcə bizim cəmiyyətdə biraz bu bir mənalı qarşılanmır. Biraz fərqli, yəni şey qadın niyə ki saç kəsməlidir ki? Amma Avropa ölkələrində tam normal bir halda. Əslində yəni belə problemli bir təbii ki, bu sadəcə işdir. Biz sadəcə yəni işimizi görürük. Təşəkkür edirik 0806 nömrəsindən yazan dinləyicimizə daha doğrusu və dinləyicilərimizi bir daha xatırladıram ki, mövzu ilə bağlı da suallarınızı ünvanlaya bilərsiniz İlqar bəyə. Həmçinin günün sualına da doğru cavab yazmaqla hədiyyə qazana bilərsiniz. İstərdim gələk bu işin biraz çətin tərəflərinə. Ümumiyyətlə bax, müştərilərin kaprizləri. Məncə bu müştərilərin kaprizləri çox olan sahələrdən biridir. Saçımı belə düzəlt, ya yox belə eləmə, belə et. Ən çox üzləşdiyiniz belə deyim də problemlər hansıları olur? Ən çox üzləşdiyim problemlər yeni baş verirdi bunlar. Yeni yəni ki, karyeramın tam ortalama hissələrində. Çünki mən ortalama dövrlərdə daha çox işimə köklənmişdim və işimi daha çox artırırdım, yeniliklərə daha çox üstünlük verirdim və bizim cəmiyyətimiz yeniliklərə o qədər açıq bir insanlar deyillər. Çünki bizdə kənardan müdaxilə olur ki, buna saçı kəsdirmirsən, yaraşmır sənə falan. Biz saç kəsirik, misal üçün bir müştərimə. Növbət səfər gəlir ki, yox, bir daha bunu eləmə. Niyə? Dostum dedi ki, bu yaxşı qalmır səndə. Fərqlilikləri qəbul edə kənar müdaxilələr olur və bu tamamilə yanlış bir şeydir. Çünki biz hər birimiz öz şəxsi həyatımızı yaşayırıq və kiminsə xarici görünüşünə irad bildirmək kimi bir haqqımız yoxdur. Biz sadəcə məsləhət görə bilərik. Bu həmçinin bərbərlərin özünə də aiddir. Misal üçün mən müştərilərimə deyirəm ki, bax sənin saçını belə kəsən, niyə görə? Çünki sabahsı günü plan bir yerdə tamam fərqli cür görsənə bilər hər şey. Yəni ki, fərqlilikləri əsaslandırsınlar və insanlar yeniliklərə açıq olmalıdırlar. Bəli. Ümumiyyətlə bu hər sahədə belədir. İnsanlar fikirlərini qoymaq lazımdır kənara, özümüzə yaraşanı, bizə xoş olanı və ustalar tərəfindən sənə bu yaraşır deyilirsə, demək okeydir məsələn. Bəli, tamam. Bir də mən nədən danışmaq istədim? Saç kəsiminin və üslubun psixoloji təsirlərindən. O psixologiya təsir eləyir və insan necə təsir eləyir? Belə deyə bilərəm ki, uğurlu bir saç kəsimi bir insanın əsasında kişilərdə daha yüksək bir özgüvən yaradır. Çünki
Mən bunu bir neçə verilişdə demişəm, hətta burada deyəcəm. Kişilərin saç və saqqaldan başqa bir şey yoxdur. Biz qadınlar qədər çox seçimə sahib deyilik. Qadınlar məsələn makiyaj falan, nə bilim bu şeylərlə daha çox özlərini gözəlləşdirə bilirlər. Bizim isə saç və saqqaldan başqa heç nəyimiz yoxdur. Ona görə də biz bunlara mütləq şəkildə diqqət etməliyik ki, daha ideal bir görkəmdə olsun və əsas da üz quruluşumuza uyğun bir şəkildə hər stili gördüm, mən bunu istəyirəm, bunu mütləq şəkildə etməliyəm deyə bir şey. Mümkün olanı var, olmayanı var. Bəli, mümkün olanı var, bəli, olmayanı var. Bəzən müştərilər mümkün olmayanı elə tələb edirlər insandan ki, mən bunu istəyirəm. İzah edirəm ki, qardaş, bu sənin baş quruluşuna, üz quruluşuna uyğun deyil. Sonunda deyir ki, yox, mən bunu istəyirəm. Amma bəzən də görürsən, çölə bayıra çıxanda qarşında insan var, saçını elə kəsib, elə bir belə deyim, saqqal stili saxlayıb ki, sizin dediyiniz kimi doğrudan da heç ona yaraşmır. Əsas o da özünə xoşdur. Amma özünə xoşdur. O özlüyündə fikirləşir ki, mən kənardan daha belə necə deyirlər, cool görünürəm və seçilirəm, amma özü o qüsurları görmür də. Əslində bir peşəkarın belə deyərdim, tövsiyəsinə, məsləhətinə qulaq asmaq elə də belə deyərdim də pis bir şey deyil. Hər kəs məsəl üçün qarşısındakı insan, yəni sən əgər qarşındakı insanı bir peşəkar olaraq müraciət etmisənsə və onun xidmətindən istifadə etmisənsə, məncə onun tövsiyələrinə də qulaq asmaq məcburiyyətindəsən. Bu hər bir onsuz sahədə belədir. Biz həkimə gedərkən belə biz mütləq şəkildə həkimə diqqət etməliyik, onun dediklərini nəzərə almalıyıq. Çünki əsas işi bilən o şəxsdir. İşi biləndən öyrənmək lazımdır. İşi biləndən öyrənmək lazımdır. Bəs bir də saç kəsimlərinə mən toxunmaq istərdim. Yəni hansı müddətdən bir kəsilməlidir ki, sağlam saçlar olsun? Sağlam saçların kəsilməklə hər hansı bir əlaqəsi yoxdur, bəli. Çünki kəsimlərdə əsasən saçları zədələndikdə təbii ki, artıq bunların düzəlmə müddəti uzun müddət çəkə bilər və təbii ki, şəxsin özündən çox asılıdır ki, o gündəlik olaraq saçına necə baxır, necə qulluq edir o saçına. Yəni əgər bu insan saçını kəsirsə və kəsildiyi gün sadəcə formaya salınır, bir də növbəti kəsimdə o saçı formaya düşürsə, o insan saçına təbii ki, hər hansı biz ideal bir görkəm gözləyə bilmərik. Amma saçın daim formada qalması üçün ortalama saçın kəsim müddəti 14 gündən bir olur. 14-cü günə qədər saç normal kəsimdə qalır. Amma bir məsələ var İlqar bəy, yəqin siz də mənim fikrimlə razı olarsınız. Adamdan çox şey asılıdır. Məsəl üçün bərbər var, onu gedirsən, müraciət edirsən, əl məsələsi var da, saçı kəsir, bir ayda keçir, adamın saçında o çoxluğu hiss olunmur da. Bəli. Saç gec əmələ gəlir, yəni çoxalır. Amma hələ bərbər var, hələ bir peşəkara müraciət edirsən ki, 10 gündən sonra görürsən ki, saç həminki vəziyyətini alıb da, elə bir saçı kəsdirməmsən. Bəli. Mən bunu özümdə də şahid olmuşam, yaşamışam. Kəsimin dərəcələrindən asılı olan bir şeydir. Saç düzgün dərəcələrin kəsildiyində uzanır, amma formada. Çox maraqlı söhbətimiz gedir. Təşəkkür edirik İlqar bəy, maraqlı fikirlərinizi bizimlə bölüşürsüz. Əziz dinləyicilərimiz, 93 FM-də hazırda sizə Biznesin Nəbzi proqramını təqdim edirik. Qeyd edim ki, proqramımızda çalışırıq ki, məhz maraqlı peşə sahiblərini sizə təqdim edək və bununla yanaşı həm də biznes dünyasında, biznes aləmindəki yeniliklərdən sizi xəbərdar edək. Əgər siz də hər gün biznesdə biznesin nəbzini bizimlə tutmaq istəyirsinizsə, saat 13:00-dan 14:00-a qədər 93 FM-də bizi dinləyirsiniz və iş dünyasının nəbzini bizim vasitəmizlə tutursunuz. Söhbətimizə davam edəcəyik, amma proqramın əvvəlində söz vermişdik ki, bizim bizneslə bağlı maraqlı xəbərlərimiz, faktlarımız var. Onları da təbii ki, Səma xanım bizə təqdim edəcək. Biznesin nəbzi bizi dinləməklə mütəxəssislərdən öyrənəcək, səhvlərdən çəkinəcəksiniz. Biznes xəbərləri. Aha, 93 FM-in dinləyicilərinə biz hal-hazırda biznes xəbərlərini çatdırmaq istərdik. Belə ki, birinci biznes xəbərimiz budur. Yalnız 10% startaplar uğur qazanır. Əslində bunlar xəbər də deməzdim, maraqlı faktlardır. Bəli. Və dinləyicilərimiz üçün bir məlumat xarakterli olaraq təqdim edirik ki, onlar da məlumatlansınlar və bilgilənsinlər. Buyur. Yalnız 10% startaplar uğur qazanır. Dünya üzrə baş tutan startapların yalnız kiçik bir hissəsi uğurla inkişaf edir. Əksəriyyəti ilkin illərdə dayandırılır. Bunun səbəbi isə təcrübəsizlik, maliyyə çətinlikləri və bazar tələblərinə uyğunlaşmamaqdır. Xarici investorlar işə yeni başlayan şirkətləri diqqətlə seçirlər, çünki 70%-i 3 il ərzində müflis olur. Bir çox investorlara görə bu baş verən iqtisadi çətinliklərə, qeyri-müəyyənliyə və müvəqqəti strateji planların olmamasına görə bağlıdır.
Təşəkkürlər Səma, çox maraqlı Hətta məlumatlar birini idi. də istərdim çox qeyd edeyim. Belə ki, bir iş adamı orta hesabla gündə 7 saat iş saatı keçirirsə, ilin sonunda 2600 saatdan artıq iş təcrübəsi qazanır. Və təbii ki, bunu da öz sahəsində, öz peşəsində çalışır ki, Bəli. tətbiq eləsin. Təşəkkürlər. Mən istərdim günün sualını da bir yeni qoşulan dinləyicilərimizə təqdim edək və sonra söhbətimizi davam edərik. Belə ki, biz bu gün dinləyicilərimizdən soruşuruq ki, dünyada ən çox istifadə olunan və ən böyük iqtisadi təsirə sahib olan digital valyuta hansıdır? 055 934 90 93 nömrəsi ixtiyarınızdadır. Günün sualına bağlı cavabları yazın, bizə göndərin və ilk doğru cavabı yazan dinləyicimiz bizdən hədiyyəsini qazanacaq. Pul mükafatı yenə təbii ki, oyunumuzda Əlbəttə ki. qalibə hədiyyə olaraq təqdim olunacaq və dinləyicilərimizdən cavablar gəlir, amma qeyd edim ki, ilk doğru cavabı yazan dinləyici bizdən hədiyyə qazanacaq. Bunu, yəni unutmaq olmaz. Bəzən dinləyicilərimiz narazıçılıq edir, şikayətlənir ki, mən də doğru cavab yazmışdım, amma biz proqramın əvvəlində də qeyd eləmişik ki, ilk doğru cavabı yazan dinləyici hədiyyə qazanacaq. Bəli, davam edirik söhbətimizə. Aha, qaldığımız yerdən davam edirik. Ümumiyyətlə bərbərlik sənətinə insanlar bir yol seçirlər. Ali təhsil almaq, bayaq biraz öncə siz də qeyd eləmişdiniz ki, mən ali təhsilə başladım, sonra dayandırdım. Ali təhsil və yaxud da ki, bərbərlik. Ümumiyyətlə insanların anlayışında bərbərliklə bağlı mənfi düşüncələr, miflər nələrdir? Məncə insanların cəmiyyətin ümumiyyətlə düşüncəsində bərbərliklə bağlı mənfi bir Belə kimi də, yəni get uzaqbaşı bərbər olarsan, anlayışı var. okey. Bu ən aktual mövzudur. Yaralı yerimizə Bəli, ən aktual mövzudur bu. Çünki dediyim kimi mən bu verilişin əvvəlində də demişdim. İnsanların əksəriyyəti ümumiyyətlə bərbərlərin Bəsitləşdiriblər əslində. Bəli, bərbərlərin bir çoxunda bu var ki, heç bir sahənin sahibi deyiləm. Oxumamışam, heç nə öyrənməmişəm, heç yerdə işləməmişəm və gedib bərbər olaram. Hər gündə 10 manat, 15 manat qazanıb qoyuram cibimə. Bu çox yanlış bir düşüncədir. Çünki bərbərlik o qədər zəngin bir işdir ki, bərbərliklə dünyanın hər bir yerində tanınmaq olar. Hər bir yerində. Məsəl üçün Azərbaycanda böyük konfranslar keçirilir. Özüm də orada iştirak edirəm. Xarici ölkələrdən çox nüfuzlu bərbərlər gəlirlər ora. Və onlar bizə təhsil keçirlər. Daha Avropa stillərini bizlərə öyrədirlər ki, kəsilmələr necə aparılmalıdır. Çünki dediyim kimi bizim işimizdə mən bilirəm deyə bir şey yoxdur. Bizim işimizə daim irəliləmək lazımdır. Yeniliklər var. Yeniliklər lazımdır, bəli. Və ona görə də bizim işimizə hər bir zaman ümumiyyətlə hər bir bərbər mənim zənnimcə işinə çox hörmətlə yanaşsa, həm qiymətlərini rahat şəkildə qaldıra bilərlər. Həm də işləri ilə o qədər yaxşı bir yerlərə gəlib çıxa bilərlər ki, həyatlarını daha da irəli doğru gözəlləşdirə bilərlər. Çünki sizin fikrinizlə razıyam. Mənim bir neçə bərbər dostum var. Bəlkə onları siz də tanıyırsınız. Adamlar öz işlərinə o qədər ciddi yanaşırlar ki, o qədər o peşələrini sevirlər ki və doğrudan da çox uğurlu nəticələri var, elə sizin kimi. Həm istər cəmiyyətdə bir çox belə deyərdim də sənətçilərimizlə əməkdaşlıq edirlər, həmçinin öz sahələrində də, yəni özlərinə uyğun peşəkarlıqlarına görə geniş bir kontingent yaradıblar və həm gəlir baxımından yaxşı gəlir əldə edirlər. Çünki işlərinə məsuliyyətlə yanaşırlar. Yəni pul düşünmək lazım deyil. Bəli. Pulu düşündünsə, artıq o işdə uğur olmayacaq. Heç bir zaman. Elə bu məqamda İlqar bəydən soruşmaq istərdim. Gördüyünüz iş sevdiyiniz işdirmi? Tamamilə. Mənim həyatımın belə deyim ki, ən sevdiyim iş sözün əsl mənasında bərbərlikdir. Ya başqa sahədə özünüzü görməzdiniz. Qətiyyən. Bəlkə görərdim. Əgər bu işdə olmasaydım, Məcbur bəlkə memar qalardın. olardım. Çünki orada da yaradıcılıq çox lazımdır. Amma hal-hazırda bu işdəyim deyə, yəni heç bir iş mənim diqqətimi cəlb edə Nə bilməz. gözəl. Əziz dinləyicilərimiz, mövzumuz maraqlı, müzakirəmiz gedir, amma yenə mən istərdim ki, qısa bir fasiləyə ayrılaq və fasilədən sonra biz söhbətimizi davam edəcəyik. Dinləyicilərimizdən də yeni suallar gözləyirik ki, onlar da öz suallarını ünvanlasınlar və biz o sualları da təbii ki, canlı efirimizdə təqdim edəcəyik və İlqar bəy də çalışacaq ki, o sualları bu fürsəti cavablandırsın. dəyərləndirməlidirlər. Bəli. Peşəkar təcrübələrdən faydalanmaq, iş dünyasındakı yeniliklərdən ilk xəbərdar olmaq istəyirsiniz? 93 FM-də biznesin nəbzi sizin üçün vuracaq. Hər gün saat 1-də uğurlu sahibkarlarla maraqlı müzakirələr, iş dünyasının gizli sirləri, biznes trendləri, təsirli marketinq strategiyaları və yeni biznes xəbərləri Akşın və Səmanın təqdimatında. Biznesin nəbzi ilə iş dünyasının nəbzini tutun. Baş sponsor imzalı markası. Sponsor Ramiles Travel.
Bəli, əziz dinləyicilərimiz, davam edirik. Biznesin nəbzini dinləyirsiniz hazırda 93 FM-də və qeyd edim ki, bizim dəstəkçilərimiz İmzalı markasıdır. Siz də keyfiyyətli inşaat materiallarını İmzalıdan əldə edə bilərsiniz. Qarşıdan artıq yay ayları gəlir və istilər düşür və hər kəs istəyir ki, unudulmaz bir səyahət etsin və cibinizə, büdcənizə uyğun qiymətlərlə məsələ sizə kim təklif edirsə amma Ramiles Travel şirkəti. Bəli, siz də müraciət edə bilərsiniz və sərfəli tur paketləri məsələ bizim dəstəkçimizdən əldə edə bilərsiniz. Əlaqə nömrəsi 051 584 2803 nömrəsi ixtiyarınızdadır. Bizim adımızdan da müraciət edənlərə təbii ki, xüsusi endirimlər olacaq. Aha, dinləyicilərə maraqlıdır ki, İlqar Həsən stil, moda və trend dəyişikliklərini necə izləyir? Yəni trendlərdən xəbərdardırmı və yaxud da o trendlərə uyğun adaptasiya olurmu? Bu barədə danışmanızı istərdim. Əsasən belə deyim, Avropa trendlərinə uyğunlaşmaq üçün bizim cəmiyyətdən çox şey asılıdır. Əgər bizim cəmiyyət o trendlərə uyğunlaşa bilmirsə, artıq biz də təbii ki, bəlli bir yerə qədər gələ bilirik o stillərdə. Təkcə mən yox, bərbərlərin əksəriyyəti. Belə sosial şəbəkələrdən izləyirsinizmi onların yeniliklərini? Təbii ki, mütləq yeniliklərini? şəkildə. Biz əsasən elə öyrəndiklərimizi Instagram sosial şəbəkələr üzərindən öyrənirik ki, Avropa bərbərləri işləyib paylaşırlar və biz də ora baxırıq və oradan baxdığımızda artıq öz müştərilərimiz üzərində tətbiq etməyə çalışırıq. Bəs siz özünüz niyə reklama maraqlı deyilsiniz? Sizin bildiklərinizi niyə öyrənməsin digərləri? Belə deyim də, ona sadəcə biraz daha həvəs, daha çox zaman lazımdır ki, o barədə çəkilişləri paylaşmaq lazımdır. O videonu düzəltmək, hazırlamaq, post edərək paylaşmaq onu. Yəni aslında desəm mənim ona ayıracaq bir zamanım belə aslında desəm yoxdur. Çünki mən işdən gəlirəm evə, yeməyimi yedim, gedirəm yatmağa, səhər asır təzən gedirəm işə, gəldim evə, yeməyimi. Bu da ondan irəli gəlir ki, sənətkarın müştəriləri çoxdur, zamanı yoxdur. Tək həmişə bol olsun. Çox sağ olun. Mənə maraqlıdır bax cəmiyyətin yanaşması. Çünki hər gün yeniliklər olur. Təbii ki, bu sahədə də yeni saç stilləri falan istər bizim belə deyərdim, gənclərimiz biraz artıq sosiallaşıb, sosial media dövrüdür. Baxırlar, istəyirlər və onu özlərinə tətbiq etmək istəyirlər. Təbii ki, sizə də müraciətlər olurdu belə qeyri-adi saç stillərinə bağlı. Ümumiyyətlə bax, bir bərbər olaraq cəmiyyətin yanaşması yeni saç stillərinə necədir? Bunu bu barədə danışardıq və bu gün ən aktual olan saç stili hansıdır? Bizim cəmiyyətimiz belə deyim ki, çox müasir tipli saçlara üstünlük verməyə biraz risk etmirlər. Bayaqlar mən o demişdim ki, kənardan olan müdaxilələrə görə. Çünki kənardan o qədər müdaxilə olur. Bizdə ən çox sevirlər bir dənə tağ kənardan. O artıq bitib, o dövr bitdi. O artıq belə deyim ki, bəlkə də 50 yaş pluslarda artıq biraz aktualdır, amma gənc nəsildə ümumiyyətlə o ayrız məsələsi tamamilə aradan qaldırılıb. Hal-hazırda ən çox gənclər arasında belə deyə bilərəm ki, fresh-cut daha çox dəbdədir. Fresh-cut da ki, kənar nahiyələr daha dolu və daha dağınıq, çolkan ön nahiyəsi isə önə doğru və daha dağınıq şəkildə olur tamamilə. Ən çox hal-hazırda gənclər, yəni az yaşlılar arasında bu dəbdədir. Ortalama bir gənclərdə isə əsasən pompadour və yaxud da ki, French crop və yaxud da crop daha çox dəb daşıyır hal-hazırda. Bunlar necə təsəvvür edərdik bir? Belə deyim, pompadour ümumiyyətlə kənar nahiyələr daha dolu olur və arxaya doğru istiqamətləndirir. Həmçinin üst nahiyəsi də və birini unutmuşdum, Wolfcut da təbii ki, aktualdır hal-hazırda. Wolfcut kənar nahiyələr dolu, dağınıq, arxa nahiyəsi mallet tipində, yəni uzun olur. Orta nahiyəsindən iki yerə ayrılırsınız və daha həcmli və daha dalğalı şəkildə. Crop bizim cəmiyyətdə çolka dibdən kəsilməklə ən çox belə deyim ki, aktualdır. Amma belə bir şey yoxdur. Crop çolka nahiyəsi daha uzun və daha dağınıq, daha sərt şəkildə kəsilməlidir. Çolka dibdən kəsilərsə, bu baskat adlanır. Baskatın mənası isə qısa hərbi kəsim deməkdir. Bizim cəmiyyət isə kropu sadəcə çolkanı dibdən kəsib, üstünü daraqla darıdı və deyirlər ki, mən krop kəsdim. Və cəmiyyət də bunu bu cürünü algılayır deyə gəlib bizə deyirlər ki, mən krop istəyirəm. Kropu göstərirəm ki, bundan istəyirsən, yoxsa baskat istəyirsən? Deyir, yox, baskat istəyirəm. Yəni bunlar cəmiyyəti də yanlış məlumatlandırırlar deyə artıq bizim cəmiyyətimizdə saçlar baxımından daha çox problemlər birləşir. Əslində bizdə insanlar o qədər də araşdırma marağında deyillər. Bəli, araşdırmırlar. Kim nə təqdim etdi, ona maraq göstərirlər. Bəlkə də yeri deyil, amma bir məsələyə toxunacağam. Sosial şəbəkələrdə bu gün bir yeni stil yaranıb. Hər kəs qaçır o stilə, amma ümumi götürəndə yəni standart bir saç stilidir. Yəni bu gün artıq deyərdim ki, o qədər də dəbdə deyil. Sadəcə olaraq o reklamın nəticəsində təqdimatdan görürsən ki, gənclər bir kənara, orta yaşlı nəsil nümayəndələr də artıq gedib orada video çəkib paylaşanda adama qəribə gəlir ki, yəni sən niyə bunu edirsən də? Yəni bu gəncləri, uşaqları başa düşmək olar.
Ona belə bir yanaşma deyə bilərdim ki, yəni həmin o şəxsi mən də tanıyıram, çox gözəl tanıyıram və o mənim kolleqamdır belə deyə bilərəm. Ya insan Və kimi gözəl insandır, yaxşı təbii ki, insandır, yəni amma mən onun uğurunu həqiqətən alqışlayıram. Mən müştərilər arasında da bu barədə mövzu gedəndə mən həqiqətən tam səmimi deyirəm ki, mən o insan həqiqətən uğurunu alqışlayıram. Yəni o insan sosial şəbəkə üzərindən özünü çox yaxşı bir yerlərə gətirib çıxara bildi. Bir kəsimlə amma çox yaxşı bir yerlərdədir və cəmiyyət də ona üstünlük verir. Və cəmiyyətdə də əsas maraq nə idi? Məşhur bir insanın yanına gedim, tanınmış bir insanın yanına gedim. Bizim cəmiyyətimizdə belə bir şey var ki, o məşhursa deməli ulduz xəstəliyi. Bəli, ulduz xəstəliyi tamamilə doğrudur. Bəli. Belə. Amma düşünmürlər ki, hər reklam olunan da peşəkar deyildi, yəni. Bəli. O təbii ki, istisnalar var olanda. Mən hər zaman həm dostlarıma, həm ətrafıma, həm də öz efirlərimizdə dinləyicilərimizə, tamaşaçılarımıza da tövsiyəm o olur ki, həmişə çalışıb bir balaca gecə olsun, güc olsun məsələsinə yanaşaraq, mövzusuna yanaşaraq peşəkara müraciət etmək lazımdır. İstər məhsul seçimində, istər bir peşəkar şəxs seçimində araşdırıb daha işini bilən insana müraciət etsəniz, təbii ki, bəli, həm pulunuza qənaət etmiş olarsınız, həm zamanınıza, həm də sonluqda keyfiyyətli bir iş nəticə əldə edərsiniz bu şəkildə. Təşəkkür edirik İlqar bəy. Çox maraqlı həm söhbətimiz oldu, söhbətimiz maraqlı alındı. Düşünürəm ki, bu bizim axırıncı yox, axarıncı görüşlərimiz olacaq. Bəli, davamlı olacaq görüşlərimiz. Minnətdarıq bir daha gəldiyiniz üçün. Təşəkkür edirik. Siz sağ olun, mən təşəkkür edirəm. Bəli, əziz dinləyicilərimiz, bu gün bizim artıq proqramımızın saatı öz işini yekunlaşdırır. Saatımızın sonuna çatmışıq. Sabah psixologiyadan danışacağıq. Ümumiyyətlə biznesdə bir iş qurarkən bizim psixologiyamız orada psixoloji olaraq hansı addımlar atmalıyıq? Çox maraqlı bir söhbətimiz olacaq sabahda. Ona görə də 13:00-dan 14:00-a qədər nahar fasilələrini bizimlə dəyərləndirsinlər. 93 FM-də bizi dinləməyi unutmayın. Dalğanı dəyişmirsiniz, çünki günün sonuna qədər maraqlı musiqilər və maraqlı maarifləndirici verilişlər 93 FM-də sizi gözləyir. Biz isə sizinlə bu günlük sağollaşırıq. Qismət olarsa. Amma günün sualını təbii ki, cavablandırmaq. Hə, günün sualı qalıb. Görək yadımdan çıxıb. Getmək istəyirdi, qaçmaq Ortada istəyirdi. pul məsələsi var deyə pul alıb qaçmaq istəyirdim. Sualı səsləndirək o zaman. Vaxtımız çox azdır. Dünyada ən çox istifadə olunan və ən böyük iqtisadi təsirə sahib olan digital valyuta hansıdır deyə soruşur. Və doğru cavabı 055 934 90 93 nömrəsinə bizim 77 74 nömrəsindən dinləyicimiz yazıb və bizdən 100 AZM pul mükafatını qazandı. Onu təbrik edirik. Bir alqışlarla, bəli. Və bizim təbii ki, radiomuza yaxınlaşmaqla və yaxud da ki, bizə yazmaqla hədiyyəsini əldə edə bilər. Təşəkkür edirik əziz dinləyicilərimiz bizi dinlədiyiniz üçün. Doğru cavabı bəlkə vurğulayırsan Akşin? Səsləndir doğru cavabıdır. Sağollaşmağa qoymursan ha? Yox, qoymuram. Mən ayrılmaq istəmirəm. Buyur. Belə ki, söhbət Bitcoin-dən gedirdi. Belə ki, Bitcoin 2009-cu ildən yaradıldıqdan sonra qlobal iqtisadiyyata olan təsiri artan şirkətlərdən biridir. Doğru cavabı tapan qalibimizi də təbrik edirik. Bəli, təbrik edirik. İnşallah bizi dinləməkdə davam etsin, çünki yenə iştirak edib təbii ki, hədiyyə qazana bilər. Belə əziz dinləyicilərimiz, sabaha qədər özünüzə yaxşı baxın. Hələlik.